Salam əzizlərim, videoma xoş gəldiniz. Təbii ki, kofe içərək günə başlayıram. Daha sonra səhər yeməyimi yeyərkən bir tərəfdən Sezin Karameşə video atmışdı, onu izləyirəm. Bu gün dərsimiz 2-ci saat başladığı üçün bolca zamanım var idi. Biraz şkafımı təmizlədim, daha sonra saçlarımı ütüləyirəm. 2-ci kursdaykən yeni il partisinə özəl kipriyi almışdım, amma taxa bilməmişdim. Bu gün kleylə taxmağı bacardım. Düzü biraz bilinir, acemi olduğum, amma öyrənəcəm. 15:35-də başlayır dərsimiz və birinci mühazirəmiz bank hüququdur. Düzü axşam tərəfi sadəcə balonka geyindiyimə peşman oldum, üşüyürdüm çünki nəysə artıq ağlım başıma gəldi ki, havalar həqiqətən soyuyub. Əslində mən artıq kurtkaya keçmişdim, amma bugün günəşi gördüm, aldandım və nəysə. Burada aldığım universitet yeməyimi yeyirəm. Universitet yeməyi dediyimdə məktəbli kökəsidir bu arada. Müəllim burada hələ jurnalı yoxlayır, ona görə nəzirim biraz telefonla oynayır. Daha sonra kriminalistikadan mühazirə var idi. Ümumiyyətlə, bu gün və oktyabr ayı çox tez keçdi. Bilmirəm necə olur, yəni həftə o qədər tez keçir ki, zaman axıb gedir. Evə gəlib salat yeyirəm. Toyuqlu və tərəvəzli hər şeyi sevirəm. Sonra görürəm ki, anam kravatımda mənə bir sürpriz gizlədib. Buradan ona bir daha təşəkkürlər. Gələcək videolarda görüşmək üzrə. Sağ olun.